İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin şərti kompensasiya məbləğini müəyyən edəcək. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev və bugün təbii və agentlik tərəfindən keçirilən ictimaiyyət əlaqələr və media nümayəndələri üçün təlimdə çıxış edərək dərman vasitələri üzrə şərti kompensasiya məbləğinin hesablanma mexanizmini izah edib. Pozitiv siyahıda yer alan dərman vasitələrinin şərti kompensasiya məbləği ekvivalent dərman vasitələri arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyən ediləcək. Elmin Quliyev bildirib ki, bu proses keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq. Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir göstərəcək. Şərti kompensasiya məbləğinin 100% agentlik tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır. Məsələn, eyni təsir edici maddəyə malik 3 ekvivalent dərmanın qiyməti belədir: 12 manat, 15 manat və 18 manat. Modelə əsasən 12 manat şərti kompensasiya məbləği təyin edilir və agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir.